Ay her yerini tut. Öldürdü, onu vurdu. Tava biraz işıqlandı, özünə gəldi. Biz yavaş-yavaş hazırlaşırıq ova getməyə. Oxlar hazır, hər şey götürürlər. Birisi də orada oturubdu ocağın ətrafında. Bunlar səhər bura çox soyuq olur, bir yandan çox soyuq. İndi düzəlib hava. Soyuqda ocaq ətrafında yığışırlar, qızınırlar səhər tezdən, sonra özlərinə gəlib çıxırlar ova. Günləri başdan ayağa ovla keçir. Oyda hamısı gəldilər. Ne kadar itləri var bunların. Dalaşmayın, köpək uşaq dalaşmayın. Oh, you did? Ha, öldürdü kuşu. Good. Afrikanın son ovçu qəbiləsi ilə ov macəramızı sizinlə paylaşıram. Videoda nə qədər vəhşi görüntülər olsa da anlayışlı qarşılamaq lazımdır. Başa düşmək lazımdır ki, bu vəhşilik onların həyatda qalması üçün vacibdir. Və bu onların yaşam tərzidir. Bizə nə qədər qəribə gəlsə də, bu onlar üçün ən sadə haldır. Bu da birini vurub. Ne bir şeydi quşdu. Öldürdü, onu vurdu. Yüken. Oyda. Ya. Ya. Burada. Bakın. Adamlar bir adamcı kuş ovluyorlar. Tek. Iya, você para betul betul. Bakın dokun aku mak kata iba você para yuya ko. Good. Kaya koko rango. Você para Bağlayır ora, bak başını bağlayır. Başını bağlayır, düğünlüyor, sıxır orada saxlayır öz üçün. Ya, şimdi tan bu ta koko. Ya. Ya. Vurdun. Vurdu ediyorsan. Vurdun. Vurdu ya, buydu sağlıqda. Ya. Okey. Səhər indi açılıb. Güneş doğur. İlk insanın yaşadığı duyğuları yaşamaq kimidir, belə deyim. Çox ləzzət eləyir. Bir yerdən qaçırıq, ovluyuruq. İlk insan nəyinə məşğul idi? Bax, onu görürsən burada. Və başqa duyğular deyə çox sadədir. Bakıda da ova gedə bilərsən, Azərbaycanda da ova gedə bilərsən. Tüfəngi və əlva alıb və balıq ovlamağa gedə bilərsən. Amma bu ov tamamilə başqa bir şeydir və bunun zövqü də başqa bir şeydir. Və bunlarla bərabər bunu eləmək, o tamam ayrı bir şeydir. Uşaqlar, çox zövq alıram. Çox gözəl təcrübədir. Heç çox ağlıma gəlməzdi ki, nə vaxtsa gələcəm Afrikaya və qəbilə adamları ilə ova gedəcəm. Başa düşürsünüz nə deməkdir? Mən hal-hazırda ovdayam. Bir yerdə deyəndə onlar ovlayırlar, mən çəkirəm. Bir yerdə 6 kuş ovlamışıq. Davam edirik hələ də. Ağacın yanından geçtim. Git geldi ki bu ağacı görsen ehtiyatlı ol. Üstünde tikanlar var ama adı tikanlar değil. Zehirlediler ağaç tarafından. Ne ağaçlarını zehirli ağaçlardan ne demek hocam, zehirlediler.
Ehtiyatlı ol. Allah Allah. Harda silah meymun var, görə bilmirəm mən onu. Ne ev baba? Ya, uşağı ağacın bu hissəsinə baxanda ağaca oxşayır, toxunanda da ağaca oxşamır ha. Elə bir ki, bizdə restoranlarda sadə mərmərdən, daşdan, zatdan necəsə düzəlir ha. Bax, elə bir şeydir, material elə gəlir. Sadəcə içərisinə baxanda anlayırsan ki, bu ağacda yəni. Amma ümumi görüntüdə və toxunduranda daşa oxşayır. Bu ağaca oxşamır. Bu başqa bir şeydir. Və bu Tanzaniya meşələrində məxsus bir ağacdır. Bakalım taptılar. İtler kırığını üzere olsun. Aaa tut ya. İt tut onu. İt tutmuş diye ne ter bıraktı it onu ye. Ya. Şo. Yeva. Okey. Onu tuturlar. Öyle dediler buymuş. Oradan bakıyorsun sen. Oh! Başını çırptı, taşı öldürdü onu. Ne? Ne aynısı? Ölmedi. Araba bağlıyorsun onu. No, you don't. Ne oldu? Ne oldu ya, hamile yok. Ne? Hoppa! Tulladı bırak. Birini de tuttular. Okey. Koyulla beline gedirlər. Çatdırmaq olmur bunlara. İngilizcə də bilmirlər. Ay battı. Ay Ay her yerinden tuttu. Uyda. Dedi gədə, hələ dedi ehtiyatlı ol bunlar. Mama. Yani çıkartacağım ben. Neyse dağıtırım adam bu. Gittiler ya bunlar da. Hoppa. Oyda. Uşaqlar. Bunun üstü ters tikanlarla doludu. Tuttu bırakmır. Oydu. Köynəyimi de deşi elədi mənə də. Oydu. Bunlar da getdilər. Ayda. Bütün özümü püskünə koydum hemen. Gözüme girdi yala. Ama ben hardadılar bunlar. Okay, I'm coming, come. Allah bu olsa bilmiyor bu dili. Niye de aşağı bu dilden ben bunu? Allah yine. Oy. Allah mənə bu lazımdır. Mənim anam atam niyə mən ağzıma koymur ki otur evində eşiyində. Oyda.
Ah. Uzaq ağaclardan qorxuram. Geç. Hadi. It's okay. Of. Bir sakin ol. Yeah, this one. Yeah. Kita aku tak isna. Understand. Okay. Başsal ki ağacı kaldırıp kesmeye lazım. Ben de benim kolum zır oldu. Yeah, go. Okay. Ondan sonra eğitimli olacak. Okay. Bu ağacın meyvesi var. Bunlar bu meyveden yiyirlermiş. Ayağıyla sundurur sonra yiyor. O nötr olur ha. İyi. İçerisinde böyle şey var. Bakın da adına. This one? Okay. Takut. Oh, Baba. good. Yeah. Soruşuram ki bu heyvandan çoxdur burada. Deyir ki, düşünürəm ki biz günorta yeməyimizi burayla həll eləyəcəyik. Axtaracaqlar indi. Bir neçəsini tapıb ovlayacaqlar. Bunları götürüb dirisi əlavə getməyə ehtiyac olmayacaq. Bunu yuvasını tapdıqsa, kökünü tapdıqsa hamısını buradan götürüb gedəcəyik. Burası bunlar qaçırlar da, dayanmırlar və itlərin köməyi ilə itlər bunlara məhz bu heyvanda çox kömək eləyir. Və itlərin köməyi ilə şey eləyirlər, yığırlar. Kwa kete atona koko. Kata bita usepa banyak ay bakanana dokun aku man kata aba abako. Ya. Bu dəqiqə qabaqda izlərə baxırlar. Ayaq iz düşünürəm ki, daha böyük heyvan axtarırlar. Bilmirəm. Dillərini də başa düşmürəm. İndi git tərcümə edirlər orada. İndi gidi arxadadır. Mən tək bunların arxasıca gedirəm. 2 dəfə Afrikadayım. Afrika çox başqadır. Yəni burada aldığım emosiyaların bir hissəsini Asiyada almışam. Amma yəni Avropada bunu yaşaya bilməzsən. Avropada boş gəzirsən. İnsanların o deyil də, o deyil. Bura başqadır. Gəlməlisiniz bir dəfə bura. Gedəm davam eləyim. Yenə marağı nəsə olsa çəkəcəm. Bir düşdük, qalxdıq, belə yerlərə girmişdik. İndi çox sıx kolluqların içərisi ilə gedirik. İkinci dəfədir, bu zəhirman ağac ikinci dəfədir mənə tutdu. Thank you. Bezdim ev ağacına, yəni harda görsün, harda atdım başı çıxıb tutur bə. Heç kim də tutmur, bir dənə mənə tutur, bir bahardan bilir mən Azərbaycanlıyam, buralı deyiləm. Mən bura yadam. Oba. Qrijama yaraşır, tullanma benim. Uşaqla tutun da bir dənə şirdən, pələkdən tutun, çıxaq cəhənnəm ola gedək, yeyək də bunu da. Ha, yer yemişə, hələ bunun davamı var. Gedəcək bundan Qəbəliyə. Qəbilədə, Qəbilə nədir? Qəbilədə bunu bişirəcəyik. Bunlar yiyəcəklər, mən yeməyəcəm, yiyərlər bir şeylərdən. Amma bütün bu prosesləri də çəkəcəm, hamısını sizə göstərəcəm. İndi də, oyda, nə boydadır bu? İndi bu batdı ayağıma. It's okay? It's no problem for me? No problem. No poison. Okay. Just a wound. Adamın lazımı yerinə batmır, gəlir hara batır. Bu hardan çıxır? Bunlar nə isə? Bunların ayaq yalın ya hamısı. Hamısı ayaq yalın. Birinə işə batmır. Oy. Heyf. Qəşəng atdı, uzaqdan atdı, amma vura bilmədi. Bu da p***lar üzrə çox professionaldır. Harda p*** görür, deyir ki, bu falan heyvan p***dur. Bunlar da gedirlər, düşürlər o p*** dalıyca. Ancaq ayaq izi belə şeylə axtarırlar. Qaydası budur, bilirəm, zarafat eləyirəm. Yoruldum amma heyf istəyirəm. Bakıya istəyirəm. Getdi. Quşları belə çağırır, hər quşunda öz çağırış növü var. Elə çağırır, gəlirlər, yəni ki, cəlb eləmək üçün vurur onları. Yenə mən nəyəsə ilişdim. Bax, çıxmır da, sən hamısının üstündə tikan var, bax. Hamısı tikanlıdır. Ay, bezdiyə tayı, biri topuğuma dəydi, biri ayağımı cırdı. Nə qədər olur, hə? Oh, don't touch it. Don't touch it?
Yes. Ah, here. Okay. O tikanından değil keçmə. Good. Mən dədəm, babam. Sən özün. You are okay? Yeah, I'm okay. Tanzaniya meşələrində olan ilişdi. Ayağına batdı. Amma mənim dədəm, babam Ermənistan dağlarında böyüyüb. Mənim babamın atası arısı olub, kişi arısı. Dağlarda arısı olub. Vay, əməlli girdi ayaq ora. Mən Tanzaniya fırramıram. Ala belim kırıldı yatay mermi. Ala belim kırıldı tabi. Ay. Allah, bunlar nətər çıxdılar buradan. Mən işib qaldım burada. Allah, məzələr, sən buradan keçməliyəm mən. Hay dede. Hay Allah. Ay ay. Oy oy. Oy oy. Lan keçdik. O, bu ağacın rəngi mənim. Neçən dəfə görürəm bu ağacı çəkməmişəm. Çox yaşıldır. Belə normal yaşıl deyil. Çox qəşəng yaşıldır bu ağac. Nə ağacıdır bilmirəm. Bu ağacda heç də, bu möcüzədir. Bu möcüzədir. Millət, baxın, bax, ağac bunun qollarını görünə görə qoyub, bax. Bütün bax, ağac girdiyi yerlər hamı cıq-cıq eləyib bunun ayaqlarını, əllərini. İndi biz o dərəcə vəziyyətdə, okey, thank you. Biz o vəziyyətdə deyilik, amma lap betər vəziyyətdə yetim daha dərin yerlərə girir. Millət, onlar nəsə tapdılar, gedirəm təcrübə olur, amma sizə göstərmək istəyirəm, elə bir yerdəyəm ki, set yoxdur. Nə internet seti, nə də telefonun özünün zəngi üçün olan set. Çəkəcəm ilk əlif, çəkəcəm mən. Getdi. Olursan ora girmişsən, çölə. Buna bax, quşlar düzəldir. Bu yaxına yaxın, bana görürsünüz. Sən seviyorsun, neye baxsın? Görürsən, bundan bunun yumurtasını yiyirlər. Ayağımı tapdaladın. Yine tikan. Allah, küçük, sen de ayağımın altına dolaşmaya vaxt tapdın. Buna bak, tikanlara. Allah, bunlar buradan öteye keçdilər. Tutanmadılar. Terabaytlar sıra azdırmırlar ki, orada nəsə var. Deməli, yağış vaxtı deyir, burada ovlamaq üçün çox heyvan olur. İndi bu sezon deyil də, bu sezonda az olur heyvan. Məsələ odur ki, yağış yağır, bura yaşıllıq olur başdan ayağa və nəticə etibarıyla heyvan da çox gəlir və bunların da ovu da çox olur. İndi deyirəm ki, bəs bu indi nə edirik, qaydırıq dala. Deyirəm, bəs yemək kifayət eləyəcək oradakı qəbilədəki cəmaata. Deyir, yox, çox uşaq var, çox qadın xeylaqlar var, kifayət eləməyəcək. Onlar gedəcəklər, başqa bir partiya gələcək ki, yəni də bunlar eləyə bilmədi, yoruldular tipa. Davamı gələcək ki, ovlamağa davam eləsinlər. Heç kimə yaxın gəlmir, özü üçün tək yaşayır. Onun öz evi var, özü qalır. Heç kimi də yaxına bırakmır. Hay. Parmağında biri yoxdur. Parmağın biri yoxdur, mən də demirəm ki, pis mənada. Yəni kəsilmə ehtimalı nədən ola bilər, onu başa düşmürəm. Bunların əlində yəni dikiş maşını yox, bir şey yox ki, deyim ki, kəssin əlini. Allah bilir harda olubdur. Belə şey qoyurlar. Yaxına gedməyim. Bunu özləri qoyurlar. Arı şanısı üçün. Arı gəlir burada şanı salır, arı burada bal qoyur, bunlar bal götürürlər. Yəni ağacların çoxunun üstündə var bundan. Çoxun deyəndə bəzilərini. Ağacdan taxtadan düzəldirlər, qoyurlar. Arı gəlir öz işini görür. Sonra bunlar da işini görürlər təbii ki. Belə. Gedək. Gedək qəbilədə görək nə var, nə yox. 5 saatlıq ovdan sonra biz cəmi 6 quş və 4 qaya pişiyi ovlaya bildik. Bu onlar üçün yetərli deyil, amma quraqlıq dövrü onların həyatını bu cəhətdən çətinləşdirir. Yeməyi necə pişirib, necə yediklərini görmək istəyirsinizsə, Hacıböy videosuna keçid edin.
Sağ olun, səhifəni izləməyi və videonu bəyənməyi unutmayın. Cubur.